تبكي وبسمات على شفتي يوم القيام وحب المرتضى لغتي وحسير مني وكل الناس في شغل عني وعنهم أنا في شغل أغنيتي. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi tahirin. Salam, əziz tamaşaçılar, dəyərli həmvətənlər. İmamətin, məhsun imamların imamətinin elan edildiyi, Allah Rasulunun nübüvvətinin sığortalandığı bir gündə xoş gördük sizi. Qədir Xum hadisəsinin İslam tarixində çox böyük bir əhəmiyyəti var və demək olar ki, bu günün əhəmiyyəti, bu günün dəyəri Allah Rasulunun bəsəti ilə bərabərdir. Yəni, Allah Rasulunun bəsəti nə qədər əhəmiyyət daşıyırdısa, bu Qədir Xum hadisəsində bir o qədər əhəmiyyəti var. Yəni, bu demək olar ki, mənim şəxsi fikrim deyil. Quran-ı Kərimdə də Allah Taala Maidə surəsində Peyğəmbərə xitabən buyurur ki, ya Peyğəmbər, sənə nazil olanı xalqa çatdır, əgər çatdırmasan, sən nübüvvətini yerinə yetirməmiş olarsan. Yəni, əgər Peyğəmbər bu imamət məsələsini, İmam Əlinin və digər imamların imamət məsələsini insanlara, müsəlmanlara çatdırmasaydı, o əslində öz missiyasını, öz nübüvvətini tam olaraq yerinə yetirmiş olmazdı və onun 23 illik zəhməti, bu İslam uğrunda çəkdiyi zəhmətlər hədərə gələ bilərdi. Ona görə də bu günün Qədir Xum hadisəsinin çox böyük əhəmiyyəti var. Biz bir müsəlman olaraq, Əhl-i-Beyt tərəfdarı olaraq bu günün hadisəsi, bu gündə baş verən hadisəni dəqiq araşdırmalı, öz vəzifəmizi bilməli və bilməliyik ki, həqiqətən də bu günün əzəməti nə qədərdir və biz hansı dəlillərə əsasən məsum imamlarımızın haqq olmasını və Peyğəmbərin həqiqi davamçıları olmasını qeyd edirik. Mən bu fürsətdən istifadə edib, əziz tamaşaçılar, bu gözəl gün münasibəti ilə, böyük bayram münasibəti ilə ilk olaraq İmam Zaman ağanı və bütün müsəlmanları və xüsusilə də sizi səmimi qəlbdən təbrik edirəm və Allahdan istəyirəm ki, bizi həqqi Əhl-i-Beyt tərəfdarlarından, müsəlmanlardan qərar versin. Mən istərdim söhbətimizin bu məqamında dəyərli qonağımı sizə təqdim edim. Qonağımız ilahiyyatçı alim, Hüccətül-İslam və Müslimin Eldar Əli Hüseynzadədir. Salam Eldar müəllim, xoş gördünüz. Aleykümselam və rəhmətullah və bərəkatuh. Çox sağ olun, Niyamət müəllim. Mən də öz növbəmdə sizi və həmçinin hörmətli tamaşaçılarımızı Qədir Xum və İslam aləmində böyük bu bayram münasibəti ilə təbrik edirəm və həmçinin Allah Təbarək və Teala'dan istəyirəm bizi özünün həqiqi bəndəsi və Peyğəmbərin həqiqi ümməti və Əlinin həqiqi şiyələrindən qərar versin. İlahi, amin. Əziz tamaşaçılar, bir qısa fasiləmiz var. Fasilədən sonra söhbətimizi davam etdirəcək. Allahu Ekber, hal Eidul Gadir jara مثل القيامات حتى أذكر البشرا فأذهلت عن بنيها كل مرضعة وكل ربات حمل ألقت الثمرا أم أدرك القمران بعضهم عجبا. Əziz tamaşaçılar, bugünkü verilişimiz İslam tarixində böyük əhəmiyyəti olan Qədir Xum hadisəsi ilə əlaqədardır və biz çalışarıq ki, bugünkü verilişimizdə bu hadisə ilə əlaqədar bir neçə mövzuya işarə edək. Ümidvaram ki, bugünkü söhbətimiz sizin marağınıza səbəb olacaq. Eldar müəllim, bildiyimiz kimi, yəni istəsək də, istəməsək də Peyğəmbərdən sonra müsəlmanlar müxtəlif qruplara bölündü.
Və amma bütün bu qruplar peyğəmbərdən sonra hansısa bir şəxsin canişin olmasını, imam olmasını labüd saydı və heç kəs də bunun əhəmiyyətini inkar eləmədi. Buna görə də hər bir dəstənin özünə görə imamları var. Məsələn, Əhl-i Sünnənin özünə görə imamları var, Əhl-i Beytin özünə görə imamları var. Mən istərdim ilk öncə buradan başlayaq və daha doğrusu Əhl-i Sünnə barədə danışaq. Əhl-i Sünnə alimlərinin nəzərincə imam, peyğəmbərdən sonraki imam hansı prinsiplərə əsasən seçilir? Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. İnnehu xeyru nasirin və mu'in. قال الله تبارك وتعالى في كتابه الكريم اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا. Çox sağ olun Niyamətli müəllim. Bu dəqiq sualınıza görə sizə təşəkkürümü bildirirəm. Təbii ki, siz özünüz kifayət qədər bu sualın cavabı ilə tanışsınız. Mən məxsusən tamaşaçılarımızı, ümumi cəmiyyəti nəzərdə alıb bir ibtidai şəkildə söhbətimi əvvəlini cavablandırmaq istəyirəm. Buyurduğunuz kimi Peyğəmbər Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləmdən sonra bəli, əsl imamın zəruri olması barəsində heç bir şəxsin ixtilafı yoxdur və heç bir sağlam fitrətə malik olan insan bunu inkar edə bilməz. Cəmiyyətin rəhbərə ehtiyacı vardır. Rəhbər və cəmiyyətin müdiriyyətə ehtiyacı vardır. Elə buna görə də buyurduğunuz kimi hər bir qrup demək olar ki, özünə məxsus rəhbərlər və imamlar iddiası edirlər özləri üçün. Amma bunu burada demək lazımdır ki, meyarlar və ölçülər nədir və hansılardır? Və başqa sözlə burada biz imamların müxtəlif məbnalar əsasında şərtlərindən və şəraitlərindən söhbət edə bilərik. İmamın sifətlərindən söhbət edə bilərik, onların hansı vəsflərə malik olmasından söhbət edə bilərik. Amma mən ümumi söhbətimiz Qədirxan bayramı barəsində olduğu üçün bunların hamısından demək olar ki, soğuşuram və bunu demək istəyirəm ki, ümumiyyətlə Əhl-i Sünnə məzhəbinin ümumi götürəndə əlbəttə məbnasına əsasən imam 3 yolla mötəbər ola bilir, təyin oluna bilir. Yəni, əgər imam bu 3 yoldan biri ilə təyin olarsa, artıq xalqa vacibdir, müsəlmanlara vacibdir ona itaat etsinlər. Mən bunu bir daha təkid edirəm Niyamətli müəllim. Yəni, belə deyil ki, biz deyəndə ki, Əhl-i Sünnə məzhəbi, bizdən fərqi bunu da əlavə edim, budur ki, inşallah bu söhbətlərimizin arasında gələcək. Biz imamın Allah təbarək və təala tərəfindən seçilməsinin zəruri olmasını çalışırıq isbat edək və alimlərimiz isbat edib və bu əqidədəyik. Amma xeyr, onlarda Əhl-i Sünnə məbnası əsasında onların fikrincə, onların düşüncəsincə imamın seçilməyinin müxtəlif yolları vardır. Amma bu seçilmək bugünkü gün bir prezident seçkisi kimi deyil ki, yəni təkcə zahiri bir itaət qanun çərçivəsində deyək ki, ondan vacib olsun. Yəni, hətta bundan da yuxarı. Yəni, bu qədər ki, vacibdir, heç bundan da yuxarı. Yəni, onun əleyhinə qalxmaq, ona itaatsizlik etmək, xəlifəyə, Allahın xəlifəsinə və canişinə itaatsizlik etməkdir və bu günahdır. Yəni, bu baxımdan ki, bu 3 dediyimiz onların nəzərində mötəbər yoldan sonra seçildikdən sonra onlar olur vacib-ü ta'a. Yəni, itaət ona vacibdir. Necə ki, Qur'an-ı Kərimdə bu barədə ayə varımızdır ki, Allaha, Peyğəmbərə və əmr sahiblərinə itaət edin. Yəni, bir növ istişhad edirlər Qur'an-ı Kərimin bu ayəsində ki, necə ki, biz özümüz də inşallah söhbətlərimizdə deyəcəyik, buna istişhad edirik ki, vacibdir. Qur'anın
vacib etdiyidir. Bu həqiqətən mafərəzəllahdır. Elə etiqadi bir vacibdir. Əhl-i-sünnə məbnasında da bu formadadır. Amma yollar, hansı yolla mötəbər olar? Birincisi budur ki, onlar deyirlər ki, hər hansı bir imam, yəni bu imamın özündən qabaqçı imam onu təyin edərsə və ya əgər Peyğəmbər hal-hazırda, yəni mövcud şəraitdə görməmiş ki, təyin etməyib onların əqidəsinə əsasən, lakin əgər təyin etsəydisə və ya hər hansı bir imam digər bir imamı təyin edərsə, artıq bu ona etibar verir, bu ona rəsmiyyət verir, vacibdir, ona itaat olunsun. İkinci yolu budur ki, əgər əhl-i həll-i əqd deyirlər, yəni ağsaqqallardan, ziyalılardan olan bir qrup şəxs hər hansı bir şəxsi təyin edib və onunla beyət edərsə, əgər beyət edərsə artıq digərlərinin öhdəsinə də düşür, digərlərindən də vacib olur ki, ona itaat etsinlər. Hətta çox təəccüblüsü buradadır ki, bəzi kitabları mütaliə edərkən mən müşahidə etdim ki, hətta bir sıraları, hətta o əhl-i həll-i əqd qrupundan bir nəfər də belə bir şəxslə ona etimad edib beyət edərsə, digərlərinə vacib olur. Mən burada adresin qeyd etmişəm. Deməli, Təftazani Şərhül Məqasid kitabında cild 5 səhifə 233-də bunu qeyd edir. Yəni, hətta bir nəfər də belə o dediyimiz ziyalı şəxslərdən hər hansı bir məsləhət gördüyü imamətə, vilayətə, rəhbərliyə məsləhət gördüyü şəxslə beyət edərsə, digərlərinə vacib olur. Yəni, şəri baxımdan bunların nəzərində bu etibarlaşır. Üçüncü yolda ki, bunların, yəni bu ikincidən də çox azınacaqlıdır və təəssüf etməlidir. Budur ki, deyirlər qələbə-i qəhriyyə. Yəni, hərbi yolla da olsa, zorla da olsa, hər hansı bir şəxs hakimiyyəti, yəni bir imam dünyadan getdikdən sonra hər hansı bir şəxs hakimiyyəti əlinə gətirərsə, digərlərinə vacibdir, ona itaat etsin. Bu, nümunə kimi yuxarıda dediyimiz adresi biz Təftazanının Şərhül Məqasid cild 5-ci cildi səhifə 233-ə işarə edə bilərik. Həmçinin Corcaninin Şərhül Məvaqif kitabı cild 8 səhifə 351-dən 354-ə qədər olan mətləblərində biz bunu müşahidə edə bilərik. Yəni, hər hansı bir şəxs zorla hakimiyyətə gələrsə, müsəlmanların xəlifəsi iddiası ilə artıq digərlərinə şəri vacib olur ki, ona itaət etsinlər. Eldar müəllim, şura yolda varmı bu metodların arasında? Buyurduğunuz bəli, çünki əhl-i həll-i əqd bu ikinci yolu özü biz dedik ki, yəni bir qrup bu ağsaqqal ziyalı şəxslərin nəzəridir, yəni müəyyən bir şəxslə beyət edirlər. Elə, yəni Təftazani bu qədər tənəzzül edib, hətta bir nəfərə qədər deyir ki, bir nəfər də etsə. Bəs məlum olur ki, buradan şura özü, yəni bir neçə nəfərin toplanması nəticəsində eləyə bilərlər bir şəxsi bir şəxslə beyət edib və onu özləri üçün rəsmi imam tanıtırsınlar. Belə ki, bunların fikrincə artıq o həmin şəxsinə itaat etmək şəri vacib sayılır. Çox maraqlı məsələlərə toxundunuz. Mən bir sualla da sizə müraciət etmək istərdim. Yəni bunların əhl-i-sünnəni ki, qeyd etdiniz, 3-ə yaxın meyar verdiniz ki, yəni bütün bunlar imamın seçilməsində, Peyğəmbərdən sonra cəmiyyətin seçilməsində yetərlidir və əsaslıdır. Bunlar nəyə söykənib bu metodları, bu meyarları irəli sürürlər? Çox gözəl. Bunların inşallah biz yəni Şiə məzhəbinin nəzərində deyəndə orada yəni daha çox geniş danışacağıq ki, yəni bizim fikrimiz tam başqadır. Çünki biz imamət məqamını ümumiyyətlə İslam dini çünki Allah Təbarək və Təalanın dinidir. Allaha məxsus olan həqiqi bir dindir. Onun rəhbəri ilahi olmalıdır. Biz bu yöndə söhbət edəcəyik. Amma bunların baxın Niyaməddin müəllim, hal-hazırdakı, yəni bu təqribən demək olar ki, 3 yol ki, rəhbər təyin etmək üçün ünvan edirlər. Bunların xüsusi bir dəlilləri yoxdur buna. Ki, müəyyən bir ayə olsun, müəyyən bir rəvayət olsun, hətta məxsus bir əqli dəlil olsun. Əgər, hətta mən bunu istəyirəm deyəm ki,
Desəydilər, bu üç yoldan birində desəydilər, demokratik yollarla ki, İslam baxımından o özü də batildir, yəni əksəriyyətin rəyi əsasında bir nəfər hakimiyyət etsin. Hətta bunu desəydilər, bir növ zehnə gələrdi ki, bəli, bu günləri üqəla içərisində, insanlar içərisində məqbul bir yoldur. Hətta bu həddədir. Yəni, bir nəfər şəxsin ki, əhl-i həll-i əqddən sayılır, ziyalı şəxs sayılır, onun təyin etdiyi şəxs rəsmi və şəri imam olsun və rəhbər olsun. Yəni, mən istəyirəm bunu deyəm, burada bunu iddia edəm ki, bu yollardan heç biri, yəni heç nə ağla söykənir, yəni məntiqi baxımdan istəyirəm deyəm və səmimi danışmaq istəyirəm. Yəni, öz tamaşaçılarımız da bu arada özləri düşünsünlər. Nə hər hansı bir Qur'an ayəsinə və nə hər hansı bir Peyğəmbər Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləmin rəvayətinə əsaslanır. Bunlar sadəcə olaraq Peyğəmbərdən sonra və o məlum olduğu kimi Səqifədə yaranan hadisədən sonra Əbu Bəkrin xilafətə seçildiyindən sonra və digər Ömər, Osman və digər hətta Muaviyyənin, çünki Muaviyyənin rəhbəriyyətə gəlməsinə də bir növ istidlal edirlər bu yollarda. Bunlardan sonra mövcud şəraitə baxıb, yəni bunları bir növ özləri üçün həqiqətən ibtidai şəkildə imam saydıqdan sonra, şəri rəhbər saydıqdan sonra bunların mövcud şəraitinə baxıb, bu mövcud şərait əsasında qənaətə gəlirlər ki, bəs bunlardan sonra gələn imamlar da, əgər bunların getdiyi yollardan biri hər hansı bir yol əsasında təyin olunursa, artıq o imamdır. Misal üçün, Əbu Bəkrin barəsində deyək ki, bunu bir neçə nəfər öz dedikləri kimi əhli həllu əqd, ağsaqqallar, ziyalılar, dünya görüşləri olan şəxslər gəldilər, bunu bu günləri deyək imamətə və rəhbərliyə layiq bildilər. Bu günləri misal üçün Təftəzani və Corcani və ya digərləri böyük dahi sünni alimlərindən görürlər ki, bu yolda onlar seçildi. Bəs bu yol şəri yoldur. İkinci, Ömərin seçilməsi Əbu Bəkrin vasitəsilə. Bəs buradan belə qənaətə gəlirlər ki, əgər hər hansı bir şəxsi özündən qabaqçı imam təyin edərsə və həmçinin Muaviyyənin hakimiyyətə gəlməsini və onların nəzərində bildiyiniz kimi xəlifə sayılır. Muaviyyənin xəlifəliyin hansı yolla gəldi? Tarixdə məlumdur ki, qələbə yolu ilə, qəhr yolu ilə, qəzəb yolu ilə və hərbi yolu ilə hakimiyyətə gəldi. Zorakılıqla hakimiyyətə gəldi. Muaviyyənin hakimiyyətini şəri bilirlər və bu qənaətə gəlirlər. Hətta əgər bu yolla da hər hansı bir şəxs hakimiyyətə gəlirsə, bəs şəridir. Halbuki biz görək hər hansı bir, misal üçün götürək bir müdirin nə qədər şəri və qanuni olmasına, hər hansı bir təşkilatın bir müdirinin nə qədər şəri və qanuni olmasına. Aya görək biz bu günləri mövcud müdirlərin şəraitindən istidlal etməliyik, çıxarış etməliyik ki, bunun nə həddə bu müdiriyyətə səlahiyyəti var. Ya xeyr, müəyyən qabaqcadan bir məbnalar, bir göstəricilər olmalıdır. Onun sayəsində biz bu müdirə hər hansı bir səlahiyyəti verməliyik. Üzr istəyirəm Eldar müəllim, bir qısa fasiləmiz var. Əziz tamaşaçılar, fasilədən sonra söhbətimizi davam etdirəcək. الله أكبر هالعيد الغدير جرى مثل القيامات حتى أسكر البشرة فأذهلت عن بنيها كل مرضعة وكل ربات حمل ألقت الثمرة أم أدرك القمران بعضهم عجبا. Əziz tamaşaçılar, Qədirxum hadisəsi ilə əlaqədar ərsəyə gətirilmiş verilişi izləyirsiniz. Qonağımız ləhiyyə alim Hüseyn İslam Müslümin Eldar Əlhəsənzadədir. Buyurun Eldar müəllim, davam edin. Bəli, söhbətimiz Niyaməddin müəllim burada idi ki, əhl-i-sünnə məbnası və yolları əsasında hansı yollarla imamı təyin etmək olar və o imam etibarlı sayılar. Biz bunu dedik ki, birincisi budur ki, hər hansı bir imam özündən sonraki imamı təyin etsin. İkincisi budur ki, ziyalılar, ağsaqqallar yığışsınlar, özləri üçün imam və rəhbər təyin etsinlər və bunu da qeyd etdik ki, hətta
bir nəfər də olsa belə bir sıraları bu əqidədədirlər ki, kifayət edər. Üçüncüsü də budur ki, hər hansı bir şəxs qələbə yolu ilə, zorakılıqla, hərbi yolla gələ xəlifəliyi ələ keçirdə, bu da etibarlı və rəsmi sayılacaqdır və dedik ki, bunun da kökü, bundan xüsusi bir dəlilləri yoxdur buna. Sadəcə olaraq mövcud şəraitdən onlar bu istidlallığın nəticəsinə yetişiblər. Yəni görüblər ki, hal-hazırda olan bunların qəbul etdiyi imamlar və rəhbərlər bu üç yoldan biri ilə hakimiyyətə gəlmişdir. Mən bunu əlavə etmək istəyirəm ki, hətta imamın bir sıra şərtlərində də onlar mövcud şəraitdən bu şərtlərin, vəsflərin və sifətlərin qənaətinə yetişirlər. Misal üçün, ismət şərtini biz imamətdə şərt bilirik ki, müxtəlif şərtləri var. Əhl-i sünnə məzhəbi ilə şiə məzhəbi arasında burada fərqlər mövcuddur imamətin şərtlərində. Biz deyirik ki, imam labüddür, məsum olmalıdır. Bütün günahlardan, kiçik böyükdən asılı olmayaraq, hətta bütün xətalardan və səhvlərdən uzaq olmalıdır. Amma əhl-i sünnə buna qail deyirlər, buna etiqadları yoxdur, buna əqidələri yoxdur və ən bariz dəlilləri, yəni Təftanizaninin mən bu fasilədən öncəki dediyimiz kitabında gətirdiyi bir sözdür ki, o bir növ bunların əsl sirlərini açır o söz. Yəni deyir, biz nə üçün ismətə qail deyilik? Dəlilimiz nədir ki, məsum olmalı deyil, məsum olmağa ehtiyac yoxdur. Çünki deyir ki, Əbu Bəkrin, Ömərin və Osmanın məsum olmamalarına icmaımız var. İcma. Yəni hamı, bütün müctehidlər, bütün alimlər icma ediblər, yeşdildikdə bunların məsum olmağını nəf edirlər. Ki, necə ki, vazihdir. Bəs buradan inkar edirlər. Buradan belə bir qənaətə gəlirlər ki, bəs lazım deyil imamətdə ismət şərt olsun. Dediyimiz kimi, yenə də deyirəm, tamamilə fərqlidir. Yəni, əsl dəlil yoxdur bunları sabit etmək üçün, təkcə mövcud şəraitdən bu qənaətə bunlar yetişiblər. Çox gözəl. Mən istərdim elə eyni sualı şiələr barədə verim. Cəfəri inancına əsasən, Cəfəri məzhəbi inancına əsasən bəs imam necə seçilir? Çox gözəl. Biz elə söhbətlərimizin arasında da dedik ki, yəni bunun əksinə olaraq şiə məzhəbinin fikri tam başqadır. Yəni biz bu imamət məqamını ilahi bir məqam və ilahi bir vəzifə bilirik və buna əqidəmiz vardır ki, bu din Allah təbarək və təalaya mənsub olduğu üçün bunun idarə ediciləri də, bunun müdirləri və rəhbərləri də ilahi olmalıdır. Allah təbarək və təaladır ki, bilir bunun dini hansı formada icra olunmalıdır. Və o bilir ki, hansı şəxs bu icra etməyə, bu müdiriyyətə layiqdir və bunlar Allah təbarək və təalanın tərəfindən seçilməlidir. Bu fikirdən və əqidədən sonra biz gəlirik müəyyən şəxslərin üzərində eləyə bilərik danışaq. Görək ki, bu əqidə əsasında Allah təbarək və təala Quran-ı Kərimdə və ya Peyğəmbər Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləmin vasitəsilə hər hansı bir şəxsi burada imamət üçün təyin edib ya yox. Bəs birinci növbədə biz bunu sabit edirik ki, ilahi dinin ilahi idarə edicisi olmalıdır. Necə ki, Allah təbarək və təala dinin göndərdi, Peyğəmbəri də ilahi Peyğəmbər kimi göndərdi onu idarə etmək üçün və bu da lazımdır ki, Peyğəmbərdən sonra da ilahi tərəfindən bu idarə olunsun, ilahi rəhbərlər tərəfindən idarə olunsun. Bundan sonra gəlirik bu söhbətin üzərində ki, görək bu fikrimiz hansı yollarla, hansı Allah təbarək və təalanın birbaşa Quran ayəsi vasitəsilə və ya Peyğəmbər Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləmin vasitəsi ilə təyin olunub, olunmayıb. Bəli, inşallah söhbətimizdə də işarə edəcəyik və bu da sabit olunubdur ki, bəli, Allah təbarək və təala həm Quran-ı Kərim vasitəsilə, həm Peyğəmbər Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləmin vasitəsilə bu şəxsləri xüsusi şəkildə təyin etmişdir və müəyyən etmişdir ki, əvvəlincisi Əli, axırıncısı Həzrəti Məhdi Əccələllahu Teala fərəcəhu şərif, səlavatullah və salamuhu əleyhim əcməin. Bunlardır ki, inşallah
bu Qədirxum hadisəsi də bildiyiniz kimi bunlardan biridir. Yəni Həzrəti Əli əleyhissalamı peyğəmbər birbaşa, tam vasitəsiz olaraq xalqa tanıtdırmışdır. İnşallah biz yəni şübhəsiz ki, biz o söhbətimiz əsasında o mövzulara qayıdacağıq. Amma o mövzulara keçməzdən öncə mən istəyirdim başqa bir sualla sizə müraciət edeyim. O da Həzrəti Əli əleyhissalamın adının və ya digər imamların adının Qurani-Kərimdə gəlməməsidir. Bilirik ki, yəni biz iddia elədik ki, yəni siz qeyd etdiniz ki, Cəfəri məzhəbinə əsasən imam Allah tərəfindən təyin edilir və peyğəmbər vasitəsilə o xalqa tanıtdırılır. Əgər həqiqətən də belədirsə, bəs niyə bizim imamlarımızın adı, məxsusən hətta birinin, fərz edək ki, Həzrəti Əli əleyhissalamın adı Qurani-Kərimdə gəlmir. Əgər Həzrəti Əli əleyhissalamın adı Qurani-Kərimdə gəlsəydi, artıq şəffaflıq yaranacaqdı və bütün qruplar, bütün müsəlmanlar həqiqi imamın kim olmasını açıqca biləcəkdilər. Çox gözəl. Buna neçə formada cavab vermək olar Niyaməddin müəllim? Mən birincisi bunu demək istəyirəm ki, yəni əsl budur, yəni sizin sözünüz budur ki, əgər yəni birbaşa Qurani Kərimdə Həzrəti Əli əleyhissalamın adı gəlsəydi və ya digər imamlarımızın adı gəlsəydi, artıq da bu qədər cəncallar qarşıya çıxmayacaqdır, fikir ayrılıqları qarşıya çıxmayacaqdır. Mən istəyirəm Niyaməddin müəllim, yəni bu əslində bu sualın necə deyirlər, bu laziməsini inkar edəm. Yəni bu əqidədə deyiləm ki, əgər Həzrəti Əli əleyhissalamın adı Quranda gəlsəydi və ya digər imamların adı Quranda gəlsəydi, yəni bu ixtilaflar olmayacaqdır. Çünki çoxlu şahidlər var, həm İslamda, həm İslamdan qabaqçı biz tarixə müraciət etsək, belə deyil ki, yəni hər hansı bir peyğəmbərin və imamın adı gəlməklə bu ixtilaflar aradan geçsin, tam insanların əqidələri saflaşsın, belə deyil. Hətta yəni, tarixdə qabaqçı peyğəmbərdə yəni, peyğəmbərin gətirdiyi açıq möcüzənin qarşısında durdular. Bəli. Və ya bizim yəni Qurani-Kərimdə ki, heç birimizin ən az müsəlmanların şübhəsi yoxdur. Açıq-aşkar buyurur ki, İncildə, Tövratda və özündən qabaqçı kitablarda bu böyük şəxsin adı gəlib və müxtəlif surələrdə də işarə edib yəhudilərin barəsində ki, bunlar hətta köçdülər, gəldilər Mədinənin ətrafına, yəhudilərin əsl gəlmə prinsipləri, fikirləri bu olub əslində. Gəliblər ki, Ərəbistanda, Hicazdan zuhur etmiş peyğəmbəri qəbul etsinlər. Amma elə ki, bəyinə gəlir, dəlil gəlir, peyğəmbər gəlir, müəyyən səbəblər, dünyapərəstlik və digər maddi maraqlar onları bu haqqı qəbul etməkdən yayındırır. Və ya biz, Niyaməddin müəllim, mən bunu demək istəyirəm, inşallah əsl cavaba da gələrik. Biz gələk görək ki, bəli, düzdür. Qurani-Kərimdə hal-hazırda ki, gəlməyib. Həzrət Əli əleyhissalamın adı gəlməyib. Digər imamlarımızın adı, ünvanı ilə gəlməyib. Bunu qəbul edirik. Amma rəvayətlərimizdə necə? Yəni, bu günləri siz və ya mən müxtəlif rəvayətlərdə, yüzlərlə rəvayətlərdə barmağımızı qoyub rəvayətə işarə edib deyə bilərik ki, bu şəxs adnan imamətə mənsub olmuşdur. Yəni, bu rəvayətlər ki, öz-özünə yaranmayıb. Bu rəvayətlər müxtəlif sənədlərlə inşallah biz Qədirxumun rəvayətini oxuyanda deyəcək ki, yüzlərlə sünni mənbəyində mövcuddur. Həzrət Əlinin vilayət bəhsi. Yəni, bunlar hamısı var. Və bir tərəfdən də Qurani-Kərimin özü buyurur ki, Peyğəmbər Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləmin bütün sözləri vəhyidir. Allah təbarək və taala Qurani-Kərimlə Peyğəmbərin sözünün arasında fərq qoymur. Yəni, əsl o dəyər baxımından. Düzdür, Quran elmi baxımından fərqləri vardır və qədasət baxımından, o müqəddəslik baxımından bu fərqləri vardır ki, o birbaşa Allahın dəyişilməz kəlamıdır. Peyğəmbər heç bir öz ifadəsi, öz dəyişiklikləri yoxdur orada. Amma digər sözləri, yəni Peyğəmbərin hədisi qudsiləri fərqi buradadır ki, əsas fərqi buradadır ki, yəni Allah təbarək və teala'dan almış vəhyi öz kəlamı şəklində xalqa çatdırır. Bəs mahiyyət baxımından heç bir fərq yoxdur. Bu
hədislərlə baxanda, yəni Quran hər ikisi Allah Təbarək və Təalanın kəlamıdır. Allah Təbarək və Təalanın hədəfləridir ki, peyğəmbər çatdırır. Bəs nə üçün, necə olur ki, yəni birbaşa biz görürük ki, bu hədislərlə müxalifət olunur. Yəni biz təsəvvür edək ki, yəni sizin sualınız burada idi ki, əgər Quranda olsaydı bunlar rahat olardı. Mən deyirəm ki, Quranla hədislər arasında mahiyyət baxımından mənim sözüm, əsas sözüm bura qayıdır. Heç bir fərq yoxdur. Yəni yenə təkrar edirəm, müqəddəslik baxımından var, yüksəklik baxımından var. Bəli, sənəd baxımından Quran qəti sudurdur, qətidir. Bu baxımlardan var. Amma hal-hazırda bizə tarix özü mütəvatir şəkildə gətirir, çatdırır ki, peyğəmbərdən sonra minlərlə peyğəmbərin hədisləri yandırıldı. Nə səbəbə görə yandırıldı? Yəni bunlar araşdırılanda, bunlar axtarış edəndə bunların üzərində, bunların üzərində tədqiqat aparanda görürük ki, məqsəd tamam başqa bir şeydir. Və belə bir qənaətə gəlirik ki, hətta bu fikirdə olan insanlar ki, müəyyən qəsdlərlə, ki, əsl qəsd mən burada yenə də aşkar istəyirəm deyəm, Həzrəti Əli əleyhissalamın, yəni o hədislərin arasında Həzrəti Əli əleyhissalamın Qur'anın bir təfsirçisi olan və insanların rəhbəri və imamı olan şəxs kimi peyğəmbərlərin hədislərində müxtəlif şəkildə gəlmişdir deyə ona xatir, yəni əsl hədəf də bu idi, ona xatir kənara qoyulsun və peyğəmbərdən sonra dedilər həsbuna kitabəllah, kitab bizə, Allah Təbarək və Təalanın kitabı bizə kifayətdir, rəvayətlərlə işimiz yoxdur, çünki hal-hazırda kitabda Həzrəti Əli əleyhissalamın və onun övladları barəsində ad yoxdur, yəni bu bizə maddi baxımdan, dünyəvi baxımdan hal-hazırda zərər yetirə bilməz. O şeylər ki, Allahın kəlamı idi, peyğəmbərin vasitəsilə xalqa çatdırılmışdı, bu şəxslərin maddi və şəxsi dünyəvi mənafelərlə zərər deyildi, onları aradan apardılar. İmam Baqir əleyhissalamın vaxtına qədər, Ömər ibn Əbdüləzzin hakimiyyətinə qədər, hətta peyğəmbərin hədislərindən bir kəlmə də demək belə qadağan oldu. Bunların üzərində insan fikirləşəndə belə qənaətə gəlir ki, xeyr, belə deyil. Əgər həqiqətən elə bu Quran-ı Kərimdə də olsaydı və buna mən ən azı bunu deyirəm, əlbəttə yəni şübhəsiz ki, böyük və bundan dərin də cavablar vardır Niyaməddin müəllim. Buna heç bir şübhə yoxdur. Mən yəni şəxsən ən azı özüm şəkk etmirəm ki, Qur'an-ı Kərimdə də olsaydı, əl aparılacaqdı Həzrət Əleyhisselamın adına və təhrif olunacaqdı. Mümkündür, sual oluna bilər ki, Allah Təbarək və Təala buyurur ki, mən Qur'anı göndərmişəm, məni təhrif etməkdən onun qarşısını alacağam, onu qoruyacağam. Amma cavab budur ki, Allah Təbarək və Təala Qur'anı adi və normal yollarla qorumalıdır. Necə ki biz peyğəmbərin möcüzəsinə diqqət edəndə baxırıq. Peyğəmbərin möcüzəsi deyəndə, yəni bu günlər deyəndə ki, Quran möcüzədir, adama bir növ qəribə gəlir. Yəni nə cür ola bilər bir kitab möcüzədir ədəbiyyat baxımından, ədəb baxımından, qrammatik baxımından nə cür möcüzə ola bilər? Sadə bir baxımdan artıq Həzrəti Musanın əsası kimi əjdahaya döndərmir əsanı. Sadə bir baxımdan çox normal bir yolla Allah Təbarək və Təala Qur'an-ı Kərimi möcüzə edir və burada da Allah Təbarək və Təala Qur'anın təhrifdən uzaqlaşdırmağı tam adi və normal yollarla təhrifdən uzaq saxlayır. Çox digər İnşallah şübhəsiz ki, bütün onları biz növbəti verilişlərimizdə işarə edəcəyik. Amma təəssüf olsun ki, bugünkü vaxtımız sona çatır. Mən dəvətimizi qəbul edib studiyaya gəldiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Əziz tamaşaçılar, bugünkü verilişimiz Qədirxum hadisəsi ilə əlaqəlidir və qeyd etdiyim kimi və söhbətlərdən də məlum olduğu kimi Qədirxum hadisəsinin İslam tarixində çox böyük əhəmiyyəti və buna görə də bu məsələ müzakirə edilməli, araşdırılmalıdır və hamı dolğun dəlillərə əsasən, möhkəm dəlillərə əsasən haqqın kim tərəfdə olduğunu bilməlidir və biz uyğun mövzumuzu, müəllim mövzumuzu davam etdirəcək və növbəti verilişlərimizdə də eyni mövzuya qayıdacaq. Diqqətinizə görə çox sağ olun, Allah'a emanet qalın. أم ذاك ياسين على كف حيدرة وبلغ الوحي لا خوفا ولا حذرا وكنت من حولهم في عطر محبرتي يدي على الرأس والأخرى على رئتي أستنشق الوازن